sola dönmə siqnalımızı yandırırıq. İndi biz işıqforun yaşıl bölməsi yananda U dönüş eləyərək geri qayıdacağıq. İlk öncə deyirdik praktiki baxımdan sağdakı xəttə mümkün qədər yaxın gəlməliyik ki, solumuzdakı bardurla böyür məsafəmiz çox olsun ki, dönərkən böyrümüzü bardura çırpmayaq. Daha sonra güzgümüz bardurun qurtaracağı ilə bir olanda dönməliyik ki, düzgün arası toxunmadan dönə bilək. Düzdürmü? Cüzi qaz ver. Amma burada fərqlidir. Çünki piyada keçidi var. Biz elə dönsək piyada keçidinin üstündə qalarıq. Ona görə gedir əliyə doğru biraz. İndi döndər sola, sona qədər. Amma bax belə, tələsmə. Sağdan gələnləri bax. Bunlar dönəndə sağdan gələnlərin qarşısı alınmış olacaq. Amma orada bax, piyada yoxdur ki. Artır sürəti və düzləşdir. Biraz gec düzləşdirdim. Aydın oldu. Çünki piyada keçidlərinin üzərində geriyə hərəkət qadağandır, dayanma durma qadağandır, dönüb geriyə qayıtmaq qadağandır və dayanmaq dedikdə hətta piyada keçidinin üzərində deyil, piyada keçidindən 5 metr əvvəl, 5 metr sonra dayanmağa icazə verilir. 4 metr piyada keçidindən əvvəl yaxud sonra dayanmış olsan, qaydanı pozmuş olacaqsan. Birazca qazdan ayağını götür və burada dönərkən də elə bir şəkildə dönməliydik ki, biz bir zolağa sahiblənək.